Merhaba sevgili seyirciler. Sizləri Azərbaycandan, Bakıdan salamlayır. Hər birinizə hər vaxtınız xeyirli olsun deyirəm. Saat sadece bir vaxtı ölçən cihaz deyil. İndi vaxt ölçmək üçün bir çox cihazlar var. Hər tərəfimizdə saatı göstərən cihazlar var günümüzdə. Ancaq saat bir aksesuardır. Sadəcə o insanın xüsusiyyətini büruzə verən bir aksesuardır. Mən elə baxıram saata. Məsələn, deyimlər var, ümumi deyimlər ki, filan saat, məsələn, sarı saat istəyənlər biraz belə daha çox bərri bəzəkli həyat sevənlər sarı saat taxarlar. Saatı sadə olan, klassik olan insanlar daha çox həyatda sadə həyat tərzi sürərlər. Belə bir deyimlər var. Ümumi deyimlər var ki, yumru, dairəvi saatları, məsələn, ciddi adamlar taxarlar. İşinə, vaxtında gecikməyən, görüşünə gecikməyən adamlar. Dördkünc kvadrata bənzər saatları isə biraz çox da dəqiqliyə fikir verməyən adamlar. Belə ümumi fikirlər var. Təbii bunların hamısı doğru deyil, onu deyə bilmərik. Ancaq belə fikirlər var. Xüsusilə kişilər üçün bu bir aksesuardır. Çünki kişilərin istifadə edə biləcəyi aksesuarlar çox məhduddur. Saat bunların başında. Qadınların bəlkə biraz daha rahatdır, başqa aksesuarlar var, amma kişilərin istifadə elədiyi aksesuarlar yoxdur. Bunun başında saat gəlir. Bugün bütün dünyada artıq bizdə hələ bu bəlkə biraz zəif qalmışıq, amma dünyada saat istehlakı, saat istifadəsi çox artıq hər səviyyəyə gəlib çatır. Bütün siyasətçilərdən, biznesmenlərdən ta sadə əhaliyə qədər hamı saat taxır. Saatlar ümumi olaraq 3 növə ayrılır. 1. Mexaniki saatlar, 2. Kvarts, 3. Elektronik, digital, rəqəmsəl dediyimiz saatlar. Əsasən dünyada ən məşhur, ən çox istifadə olunan kvarts saatlardır. Bu həm çox rahatdır istifadəsi, həm çox dəqiqdir. Mexaniki saatlar əsasən əllə yığılır. Yəni oradakı detallar, birincisi detal sayısı çoxdur. Ən sadə bir mexaniki saatda belə 100-dən çox detal var. Bir saatda belə 100-dən çox detal var və o detalların birləşməsi, bir-birinə yığılması əllə, insan əli ilə olur. Kvarts saatda isə detal sayısı çox azdır. Çünki burada kütləvi istehsal, o seri halində istehsal deyən gedir. Bunların ona görə də mexaniki saatlar kvarts saatlardan belə baha olur. Var sadə mexaniki saat, bu bəlkə çox bahalı olmaz. Amma onun funksiyası artır. Xronoqrafı, deyək ki, əlavə retrograde bir sistem var. Başqa həftənin günlərini göstərən, ayın günlərini göstərən, ilin hansı günündə olduğumuzu göstərən. Bunlar funksiyaları artdıqca bu saatların qiyməti də çoxalır. Çox sevindiricidir ki, son zamanlar gənclərimiz milli atributlarımızla olan saatları da çox üstünlük verirlər. Xüsusilə bu yeni nəsil bizim milli atributlarımız, bayrağımız, gerbimiz olan saatlara xüsusilə çox fikir verirlər. Məsələn, cib saatları bir zamanlar çox modda olan bu saatlara indi maraq artıb, artıq sadəcə yaşlılar deyil, gənclər də bu saatlara xüsusi maraqla alırlar. Proqramımızsa burada sona çatdı. Gələn proqramlarda görüşmək ümidi ilə sizlərdən ayrılırıq. Sağ olun, sağlıqla qalın.